شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان. وبينات من الهدى والفرقان. ibodatda usul ko'p, fazilatga boy bo'lgan, mag'firat ham barakat, rahmatlarga liq to'lgan, jannatlar keng ichilib, do'zax mahkam taqilib, yetib keldi bizlarga xush muborak Ramazon. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله. وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون. هو الله الذي لا إله إلا هو. هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة. هو الرحمن الرحيم. هو الله الذي لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر. سبحان الله عما يشركون. هو الله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم. صدق الله العظيم. Allah Taala'nın büyüklüğü, bendenin Allah'ın dərgahidəki cavabkarlığı və məsuliyyəti haqqında Quran o buçuq bayan qılıvatqan sözlərini düşünüş, navada taqqa oxşaş şunç katlı məxluqun hissi bulub qalğan təqdirdə, qılğan qılmışlarımızın şunç qudretli pərverdigarının aldığı cavabkarlığı tartılanlığını bilgən təqdirdə, tağımı çoxum qorqunçdan titrəb ketken buladdı. Biroq heyran qalarlığı insan Quran'ı düşündüğü. O arqılıq həqiqətini tunub yetken turqluq, yana şunç hissiz, şunç biparva, azraq qorqaymı deməkdir. Nə üstüge yüklügən məsuliyyətlər toğırlıq, Allah'ın aldında qandaq cavab verəmən degəni oylab qoymaydı. Belki Kur'an'ı okup hem düşünüp durup
Goya əslidinlə anlaşqı görüşkə və düşünüşkə yaratılmağan, hissiz, cansız, ansız, taş tək təsirlənmək qetib durudu. Bugünkü sualımız Allah'ın yolusu deyib namlanğan sahabə kimdir? Qani ekran alqı sağdaşlarımızın kim ən tez və ən doğru cavab verəliydi?